31 mart soykırımı həqiqətən də 1918-ci ildə 30 mart, yəni 30 mart 3 aprel tarixi arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, digər ərazilərdə o zaman Daşnaqsütül və etdiyi o ermənilər tərəfindən edilən silahlı dəstənin etdiyi nədir? Azərbaycanlılarımıza qarşı törədikləri qırğın. Hər zaman şəhidlərimizə dua etməliyik. Amma şəhidlərimiz rahat yatsınlar. Rahat yatsınlar. O zaman 31 Martda 1918-ci ildə olan o şəhidlərimiz, onların qanı yerdə qalmadı. Həmçinin 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi. Yəni, bütün şəhidlərimizə Allah qən-qən rəhmət eləsin. Amma o günkü bu şəhidlərimiz qəbirlərində rahatdırlar. Allah onlara qən-qən rəhmət eləsin. Onlar bugünü görmədilər, amma biz bugün də yaşayırıq və onlar üçün dua edirik. Niyə görə? Onların bütün qisasları nədir? Alındı.